Paragvay İranın İslam İnqilabi Keşikçiləri Korpusunu Sepah terror təşkilatı kimi tanıyıb. Bu barədə Paragvay prezidenti Santiago Peña fərman imzalayıb. Paragvay rəsmi olaraq Sepahı terror təşkilatı kimi tanıyıb və eyni zamanda bu qərarı Fələstinin Həmas və Livanın Hizbullah təşkilatlarının bütün strukturuna da şamil edib. Belə ki, rəsmi Asunsiyon bu qərarı Həmas və Hizbullahın təkcə silahlı qanadlarına deyil, həm də siyasi və sosial quruluşlarına da aid edib. Bu tədbirlər beynəlxalq ictimaiyyətin sülhünün, insan hüquqlarının və təhlükəsizliyinin sistematik pozuntularına cavabdır. Paragvay lideri sosial şəbəkədə bu haqda yazıb. Bundan başqa, dövlət başçısının dərc etdiyi rəsmi bəyanata görə, Paragvay zərərli təhdidlərdən biri olan terrorizmə qarşı mübarizədə öz qəti və dəyişməz mövqeyini təsdiqləyir. Qeyd olunub ki, Sepahın siyahıya daxil edilməsi hərbi quruluşun insan hüquqlarının sistematik pozulmasında iştirakı və qlobal miqyasda terror fəaliyyətlərinə cəlb olunması ilə əlaqədardır. Bildirilib ki, bu cür tədbirlər Amerika Birləşmiş Ştatları və İsrail kimi ölkələrlə strateji ittifaqları gücləndirir. Sənəddə terrorçuluğun sərhəd və bayraq tanımadığı vurğulanıb.